Metroda 60 qəpiklik yolu növbəti 11 ay ərzində çoxunuz az qala 2 manata gedəcəksiniz. Niyə? Çünki bizim partiyanın illərdir dediyi sistemə keçid olmadı. Biz deyirdik, Bakıda metro və avtobus bilet sistemləri birləşdirilsin və gediş müddətinə bağlı qiymətlər qoyulsun. Yəni, nəqliyyatda yarım saat, 1 saat və ya nə qədərsə başqa qədər vaxt keçirəcəksinizsə, ona uyğun gediş haqqı olsun dünyanın çox yerində olduğu kimi. Onda nəqliyyatın səmərəsi də artardı, təmir və yenidən qurma işləri zamanı insanın üstünə 3 qat qiymət yükü də yıxılmazdı. Amma dediyimiz edilmədi. Nəticə etibarilə indi 60 qəpik əvəzinə metrodakı yolunuza çox vaxt 1 manat 80 qəpik ödəyəcəksiniz. Gediş-gəliş nəzərə alınmaqla çox ailə üçün bu ayda 100, hətta 200 manatdan artıq əlavə xərc deməkdir. Bunun bircə səbəbkarı var, o da Hakim Yeni Azərbaycan Partiyasının siyasətidir.